Kişilər ağıllıdır yoxsa qadınlar? Kadınlar akıllı. Nədən? Cehennem %80'ini kadınlar dolduracak o yüzden. İkisi də ağıllıdır. Bir psixologdan ağıllıdır qadınlar da görmüşəm, kişilər də görmüşəm. Bizən sferdə hansı demək üçün otağı dəyişdirməsi, belə sferdə biz necə gözəllik sferasında qadınlar daha yaxşı baxır. Məşqçilər sferasında daha güc sistemidir. Çıxarda güc vermək çox lazımdırsa, o daha yaxşıdır belə psixoloji kişilər nə üçündür? Güc vermək üçündür. İnsanlar hamısında şuur var, amma o mənə elə gəlir cinsə bölmək düzgün deyil. Hər ikisi ağıllı da var, ağılsız da var. Qadınların da ağıllısı ola bilər, kişilərin də ağıllısı ola bilər. Yəni bu insanın dünya görüşündən, xarakterindən asılıdır. Məncə bu sahədən sahəyə dəyişir. Məsəl üçün maşınlar barəsində yəqin ki, kişilər daha çox bilir. Kosmetika və ya digər bənzər sahələrdə qadınlar daha çox bilir deyərdim. Kişilər ağıllıdır yoxsa qadınlar? Vəziyyətə dəyişir də, vəziyyətə görə. Kişidən kişiyə, qadından qadına dəyişir.